5-ci fəsil İmam Baqir əleyhisselamın həyatı. Böyük elmi inqilabın banisi, İmam Baqir əleyhisselam məktəbinin şagirdləri, elmləri kəşf edən, bilik qapılarını açan, xəlifələr tərəfindən hədis yazmağın qadağan olunma tarixçəsi, Şiə hədis toplamağın banisi, İmam Baqir əleyhisselam Şamda. İmam Baqir əleyhisselamın həyatı barədə qısa məlumat. İmam Baqir əleyhisselam hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül Abidin əleyhisselamın vəfatı vaxtı Həzrətin 37 yaxud 38 yaşı vardı. Adı Muhammed, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül Ülüm olmuşdur. Anası İmam Həsən əleyhisselamın qızı Ümmü Əbdullah olmuşdur. Buna görə də İmam Baqir əleyhisselam həm ata, həm də ana tərəfdən Həzrəti Əli əleyhisselam və xanım Zəhran Səlamullahi əleyhanın nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir əleyhisselam hicrətin 114-cü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbirstanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O həzrətin imamət dövrü 19 ya da 20 il olmuşdur. İmam Baqir əleyhisselamın müasir olmuş xəlifələr. Aşağıda adları çəkilmiş xəlifələr İmam Baqir əleyhisselamın imaməti dövründə onun müasir olmuşlar. Vəlid İbni Əbdülməlik, Süleyman İbni Əbdülməlik, Ömər İbni Əbdüləziz, Yezid İbni Əbdülməlik, Hişam İbni Əbdülməlik. Bu xəlifələrin hamısı Ömər İbni Əbdüləziz istisna olmaqla o nisbətən ədalətli və Peyğəmbər ailəsinə mehriban idi. Zalim olmuş, zülm və haqsızlıqda heç də ata-babalarından geri qalmamış. Xüsusən də İmam Baqir əleyhisselama çox zülm etmişlər. Elmi inqilabın banisi. İmam Baqir əleyhisselam öz imaməti dövründə münasib olmayan bir vəziyyətdə ilahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiq əleyhisselamın imaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir əleyhisselam elm, zöhd, fəzilət və əzəmətdə bütün hakim böyüklərini üstələmiş və onun böyük və elmi əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən əleyhisselam, İmam Hüseyn əleyhisselamın övladlarından heç birindən o qədər rəvayət yetişməmişdir. O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o həzrətdən istifadə edirdilər. Cabir İbni Yezid Cofi, Kisan Sicistani, həmçinin İbni Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafii, Ziyad İbni Munzir Nəhdi kimi fəqihlər o həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş. Sünni məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfəhani, eləcə də ən mötəbər qaynaqlarından olan Müvəttə-i Malik, Sunan-ı Əbu Davud, Müsnəd-i Əbu Hənifə, Musnəd-i Mərvəzi, Təfsir-i Nəqqaş, Təfsir-i Zəməxşəri və onlarla bu kimi kitablar İmam Baqir əleyhisselamın mənalı sözləri ilə doludur. Onların hər bir yerində Məhəmməd İbni Əli, yəni İmam Baqir əleyhisselam buyurmuşdur, yaxud Məhəmməd Baqir əleyhisselam buyurmuşdur ifadəsi gözə dəyir. Şiə kitabları da müxtəlif sahələrdə İmam Baqir əleyhisselamın rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edir. İmam Baqir əleyhisselam alimlər baxımından. İmam Baqir əleyhisselamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o həzrət Baqirul Ulum, elm qapılarını açan, elm müşkülatı həll edən ləqəbi almışdı. İbn Həcər Heytəmi yazır,
Məhəmməd Baqir əleyhissalam maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş, həmçinin əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də onu elmləri yarıb özündə cəmləşdirən elm bayrağını ucaldan adlandırmışlar. İmam Baqir əleyhissalamın dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Abdullah İbni Əta deyir, mən İslam alimlərini heç bir məclisdə Məhəmməd İbni Əli əleyhissalamın məclisindəki qədər elmi cəhətdən kiçik və aşağı səviyyədə görmədim. Elm və şəriət hökmlərində bütün aləmdə tanınan Həkəm İbni Üteybəni Məhəmməd Baqir əleyhissalamın huzurunda yüksək rütbəli müəllim qarşısında diz çöküb əyləşən, onun şəxsiyyət və sözlərinə heyran qalan bir uşaq kimi gördüm. İmam Baqir əleyhissalam öz sözlərində adətən Qur'an ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: Məndən hər hansı məsələni soruşsanız ki, bu Qur'anın harasındadır, mən o məsələyə aid olan ayəni sizə göstərərəm. İmam Baqir əleyhissalam məktəbinin şagirdləri. İmam Baqir əleyhissalam fiqh, hədis, təfsir və sair İslami elmlər sahəsində seçilmiş şagirdlər yetirmişdir. Onların hər biri böyük elmi şəxsiyyət hesab olunurdu. Məhəmməd İbni Müslim, Zürarə İbni Əyun, Əbu Bəsir, Bureyd İbni Əcli, Cabir İbni Yezid, Həmran İbni Əyun, Hişam İbni Salim kimi dahi şəxsiyyətlər İmam Baqir əleyhissalamın yetirmələri olmuşlar. İmam Sadiq buyurardı, bizim məktəbi və atamın hədislərini 4 nəfər dirçəltdi. O 4 nəfər Zürarə, Əbu Bəsir, Məhəmməd İbni Müslim və Bureyd İbni Muaviyyə əcli olmuşdur. Əgər bunlar olmasaydı, bir nəfər din təlimatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə yaşayan şiyələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş, qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar. İmam Baqir əleyhissalamın şagirdləri öz dövrlərinin fəqih və hədisçilərinin baş bilənləri olmuş, elmi mübarizə meydanında qeyri-şiyə fəqih və qazılarından üstün idilər. Elmləri fəth edən, biliş qapılarını açan. İmam Baqir əleyhissalamın parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri İslam Peyğəmbərinin uzaqgörənliyini Çin çıxartdı. Peyğəmbərin uzaqgörənliyini ehtiva edən bu hədisin ravisi İslamın ilk çağlarının görkəmli şəxsiyyətlərindən biri olan Cabir İbni Abdullah Ənsaridir. İslam Peyğəmbərinin dostlarından olan və o həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir, bir gün Peyğəmbər səlavatullah mənə buyurdu, məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O elm qapılarını cəmaatın üzünə açacaq. İslam Peyğəmbəri bunu deyəndə hələ İmam Baqir əleyhissalam dünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. 4-cü imamın dövrü yetişdi. Bir gün Cabir Mədinənin küçələrinin birindən keçəndə gözü Həzrət Baqir əleyhissalama sataşdı. Gördü ki, Peyğəmbərin buyurduğu bütün nişanələr onda var. Soruşdu, adın nədir? Həzrət Baqir buyurdu, adım Məhəmməd İbni Əli İbni Hüseyndir. Cabir onun alnından öpüb buyurdu, Cəddim Peyğəmbər salavatullah mənim vasitəmlə sənə salam göndərdi. Cabir o gündən etibarən İslam Peyğəmbərinin hörmətini qorumaq və İmam Baqir əleyhissalamın əzəmətini göstərmək məqsədi ilə gündə 2 dəfə o həzrətin görüşünə gedərdi. Cabir Peyğəmbər məscidində cəmaatın arasında oturub, İmam Baqir əleyhissalamın işlərinə irad tutan bəzi şəxslərin cavabında Peyğəmbərin uzaqgörənliyini rəvayət edirdi. Bir incəlik. Burada qeyd etməliyik ki, Cabirin İmam Baqir ilə görüşü və Peyğəmbərin salamını imama çatdırması Rical-i Kəşşi, Kəşful-Qummə, Əmali-i Səduq, Əmali-i Şeyx Tusi, İxtisas-ı Müfid və bu kimi kitablarda müxtəlif rəvayətlər və bir-birinə oxşar məzmunlarla qeyd olunmuşdur. Bu rəvayətlər iki cəhətdən bir-birinə zid nəzərə yetişir. 1.
Bu rəvayətlərin bir qisminin mənasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhisselamı Mədinə küçələrinin birində görmüş, ikinci qismi rəvayətlərin mənasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhisselamı İmam Zeynul Abidin əleyhisselamın evində görmüş. Üçüncü qism rəvayətlərdən isə belə başa düşülür ki, İmam Baqir özü Cabirin yanına getmiş, Cabir də onu orada tanımışdır. 2. Bu rəvayətlərin bəzisində deyilir ki, Cabir həmin vaxt kör olmuş, bəzilərində isə deyilir ki, Cabir diqqətlə İmam Baqir əleyhisselamı nəzərdən keçirdi. Təbii ki, bu məsələ Cabirin kör olması ilə heç də uyğun gəlmir. Birinci ziddiyyətin cavabında deməliyik ki, biraz diqqət etsək, bu rəvayətlər arasında heç bir ziddiyyət olmadığını görərik. Çünki bəzi faktlar göstərir ki, Cabirin Peyğəmbər ailəsi ilə xüsusi əlaqə və məhəbbəti olduğundan, Peyğəmbərin uzaq görənlik və İmam Baqir üçün göndərdiyi salamı dəfələrlə təkrar edir, bu yolla da İmam Baqir əleyhisselamın məqamının və əzəmətinin yaxşı aydın olmasını istəyirdi. Belə olduqda bu məsələnin bir neçə dəfə müxtəlif yerlərdə təkrar olunmasının nə eybi var? İkinci ziddiyyətin cavabı isə budur ki, Cabirin İmam Baqir əleyhisselamı görüb onu diqqətlə nəzərdən keçirməsindən söhbət edən rəvayətlər ola bilsin onun kör olmazdan qabaqki vaxtına aiddir. Belə ki, Şeyx Müfid İmam Baqir əleyhisselamdan rəvayət edir. Cabir İbn Abdullah Ənsarinin yanına gedib ona salam verdim. Salamımın cavabını alıb soruşdu. Kimsən? Bu hadisə onun gözləri tutulandan sonra olmuşdur. Bu rəvayətə bənzər digər birisini də Səbt İbn Əl-Cuzi nəql etmişdir. İctimai, siyasi durum. Qeyd etdi ki, İmam Baqir əleyhisselam 5 Əməvi xəlifəsinin müasiri olmuşdur. İndi isə İmam Baqir əleyhisselamın hansı ictimai siyasi şəraitdə yaşadığını bilmək üçün o həzrətin müasir olmuş xəlifələrin idarə sistemindəki xüsusiyyətlərini izah edirik. Vəlid İbn Əbdülməlik. Vəlid İbn Əbdülməlik İmam Baqir əleyhisselamın müasir olmuş ilk xəlifədir. Onun xüsusiyyətləri barədə İmam Səccad əleyhisselamın həyatı bölməsində şərh verdiyimiz üçün burada təkcə bunu əlavə edib deyirik ki, Vəlidin hakimiyyət dövrü müsəlmanların kafirlərlə mübarizədə, zəfər və qələbə dövrü olmuşdur. Onun hakimiyyəti dövründə xilafət ərazisi həm şərqə, həm də qərbə doğru genişləndi. Vəlid öz hakimiyyəti zamanı ölkədə hökm sürən asayiş nəticəsində özündən qabaqki xəlifələrin dövründə ələ gəlmiş qələbələri davam etdirə bildi. Buna görə də onun hakimiyyət dairəsi şərq və qərb istiqamətlərində genişlənərək Hindistanın bir hissəsi, həmçinin Kabul, Kaşqar, Tuz və bir çox digər böyük ərazilər geniş İslam ölkəsinə birləşdirildi. Onun zəfərləri İspaniyaya qədər gedib çatmış, İspan imperiyasının qoşunları Musa İbn Hüseyrin başçılığı altında idarə olunan İslam ordusu ilə mübarizədə məğlub olmuş və bu ölkə müsəlmanların əlinə keçmişdi. Süleyman İbn Əbdülməlik. Süleyman İbn Əbdülməlikin hakimiyyət dövrü çox qısa olmuşdur. O 3 ildən çox hakimiyyətdə qalmamışdır. Süleyman hakimiyyətə gəldiyi ilk çağlarda özünü biraz mülayim aparmış. İraq həbsxanalarının qapılarını açdıraraq Həccac İbn Yusuf tərəfindən həbsə alınmış minlərlə günahsız məhbusu azad etmiş, Yusuf İbn Həccacın maliyyə işlərinə təyin etdiyi şəxsləri işdən uzaqlaşdırıb, onun zalımcasına qurulmuş bir çox proqramlarını ləğv etmişdir. İntiqam alovu. Süleyman İbn Əbdülməlikin İraqın günahsız məhbuslarını azad etməsi ötəri bir şey idi. O, sonradan özünün bu metodunu dəyişərək şəxsi hesablar və hissiyatlarının təsiri nəticəsində zülm və cinayətə əl atdı. Qəbilə təəssübkeşliyi məqsədi ilə Müzəri qəbiləsindən olanları təzyiqlərə məruz qoyub, onların rəqibləri olan Qəhdani qəbiləsini müdafiə edirdi. O, həmçinin tanınmış şəxsiyyətləri və ordu başçılarından bəzilərini öldürərək İspaniya zəfərinin 2 cəsur qəhrəmanları Musa İbn Hüseyr və Tariq İbn Ziyada soyuq yanaşıb onları işdən qovdu. İslamın siyasi tarixi kitabının müəllifi yazır.
Süleyman İbni Əbdülməlik öz valiləri barədə xüsusi ölçülər götürürdü. Bəzilərinə məhəbbətlə yanaşır, bəzilərini isə aradan qaldırmaq üçün plan çəkirdi. Hindistan əmiri İbni Qasim, Məvarun Nəhrin əmiri Quteybə İbni Müslim və İspaniya əmiri Musa İbni Hüseyr Süleymanın düşmənçilik etdiyi şəxslərdən olmuşlar. Bu düşmənçiliklərin hamısı şəxsi və qəbilə məqsədləri nəticəsində əmələ gəlmişdi. Təəssüflər olsun ki, burada bu barədə çox söhbət etmək mümkün deyil. Hökumət sarayının özbaşınalığı və fəsad işləri. Süleyman İbni Əbdülməlik çox acgöz, qarınqulu, kefcil və gözəllikpərəst bir adam olmuşdur. O bir neçə adi adamın yediyi qədər yemək yeyərdi. Onun üçün açılmış süfrələr həmişə təmtəraqlı olardı. O, ləlcəvahiratla bəzədilmiş, qıraqları zərli saplarla toxunulmuş qiymətli paltarlar geyər və bu işdə o qədər ifrata yol verərdi ki, hətta onun aşpazxana işçilərinin onun yanına adi paltarda gedib gəlməsinə icazə verməzdi. Onlar məcbur idilər ki, onun yanına gedəndə rəngli və üzərində ipək saplarla işlənmiş paltarlar giyinsinlər. Hökumət sarayındakı bu gözəllikpərəstlik yavaş-yavaş digər şəhərlərə də gəlib çıxdı. Yəmən, Kufə və İskəndəriyyə şəhərlərində də cəmaat bu cür paltarlar geyməyə öyrəşdi. Ömər İbni Əbdüləziz. Süleymanın atası Əbdülməlik İbni Mərvanın Süleymandan sonra onun vəliəhdinin Yezid İbni Əbdülməlik olması barədə vəsiyyət etməsinə baxmayaraq, Süleyman xəstələnib ölümün çatmasını bildikdə bir sıra səbəblər üzündən Ömər İbni Əbdüləzizi öz vəliəhdi təyin etdi. Süleymanın ölümündən sonra məsciddə Ömər İbni Əbdüləzizin xəlifə seçildiyi elan olunduqda, cəmaat bunu çox təntənə ilə qarşılayıb ona beyət etdi. Ömər İbni Əbdüləziz cəmaatın narahatçılığını, Bənu Üməyyənin hakimiyyətinə qarşı olan kin-küdurətini görüb, öz işinə başlayan kimi kimsəsizlərə kömək etmək qərarını gəldi və mərkəzin əyalətlərdəki nümayəndələrinə belə bir məktub yazdı. Cəmaat zülm, haqsızlıq və çətinliklərə məruz qalmışdır. Allahın dini onların arasında əksinə icra olunmuşdur. Keçmiş zalim hakim və valilər icra etdikləri qanun və bidətlərlə haqqı, xeyir işləri və mülayim rəftarı çox az icra etmiş, cəmaatı boğaza yığmışdır. İndi ötənləri aradan qaldırmaq lazımdır və bu cür işlər bir daha təkrar olunmamalıdır. Bundan sonra kim həcc ziyarətinə getmək istəsə, gərək onun pulunu tez Beytülmaldan ödəyəsiniz. Sizin mənimlə məsləhətləşmədən bir nəfəri cəzalandırmağa, kiminsə əlini kəsməyə, yaxud kimisə edam etməyə ixtiyarınız yoxdur. 7. Tərbiyə ocağı. İslam dininin meydana çıxdığı bir vaxtda dünyanın hər tərəfində, hətta o dövrün əsas mədəniyyət mərkəzləri olmuş Yunanistan və Romada da quldarlıq hökm sürürdü. Belə bir quruluşu bir dəfəyə aradan qaldırmaq mümkün olmadığı üçün İslam dini yavaş-yavaş onu aradan qaldırmağa zəminə yaratdı. Bir tərəfdən qul saxlamağı azaldaraq quldarlıq dairəsini məhdudlaşdırdı, digər tərəfdən də qul azad etməyi bir çox günahların kəffarəsi qərar verməklə qulların azadlığı üçün şərait yaratdı. Üçüncü tərəfdən də Peyğəmbər müsəlmanlara tövsiyə edirdi ki, qullarla bir ailə üzvü kimi insancasına rəftar etsinlər və onlara əmr etdi ki, qullara da öz yedikləri yeməkdən, öz geydikləri paltarlardan versinlər. Bundan əlavə Peyğəmbər qul azad etməyi o qədər dəyərli, qiymətli, savablı bir iş kimi qələmə verirdi ki, rəvayətlərdə bir çox yaxşı əməllər savab və fəzilət çoxluğu baxımından qul azad etməyə bənzədilmiş, bu yolla müsəlmanlar bu işə, yəni qul azad etməyə cəlb olunmuşlar. Bunların hamısı bir yerə toplanıb İslamın quldarlıq haqqında fikrini müəyyən edir. İslamın və onun liderlərinin qul və quldarlığa nisbət incə və özünəməxsus rəftarını bu baxımdan təhlil etmək lazımdır. İmam Səccad əleyhissalamın həyatında da qul azad etmək məsələsi gözə dəyir. Ancaq bu işin səviyyəsi o qədər genişdir ki, onu təkcə böyük hesablamalarla izah etmək olmaz və belə nəzərə çatır ki, İmam Səccad əleyhissalamın bu işdə adi məqsədləri olmuşdur.
Bu sahədə biraz diqqətli olsaq görərik ki, o həzrətin bu işdə tərbiyəvi insanı məqsəd olmuşdur. Yəni qulları alaraq onları bir müddət təlim-tərbiyə etdikdən sonra azad edirdi. Onlar da cəmiyyət arasında nümunə olaraq mədəni və tərbiyəvi fəaliyyət göstərir və azad olduqdan sonra da İmam əleyhissalamla əlaqələrini kəsmirdilər. Əli İbn Tavus Ramazan ayının əməlləri əsnasında yazır. İmam Səccad Ramazan ayının son gecəsi 20 nəfər ya biraz çox ya da biraz az qul azad edib buyurardı. Allah Teala Ramazan ayının hər gecəsi iftar zamanı olanda cəhənnəm əhlindən 70 min nəfəri, Ramazan ayının son gecəsi isə bu ayın bütün gecələrində azad etdiyi qədər qul azad edir. Mən istəyirəm Allah görsün ki, mən dünyada öz qullarımı azad etdim. Bəlkə qiyamət günü o da məni cəhənnəm odundan azad etdi. İmam Səccad heç bir xadimi bir ildən artıq saxlamazdı. İlin əvvəli ya ortasında evə gətirdiyi xadimi fitir, yəni orucluq bayramı gecəsi azad edər, sonraki il onun yerinə bir başqasını gətirib onu da növbəti Ramazan ayında azad edərdi. Bu iş o həzrətin ömrünün axırına dək davam etmişdir. İmam Səccad əleyhissalam qaradərli qulları, onlara heç bir ehtiyacı olmadığı halda alıb həc mərasimində Ərəfata gətirir, sonra da Məşərə tərəf gedirdi. Onları azad edərək üstəlik hədiyyələr də verirdi. Yazıçılardan birinin dediyinə görə elə ki qullar bu məsələdən xəbər tuturdular, Əyan Əşrafın qulluqçuluğundan çıxıb, gəlib İmam Səccad əleyhissalama xidmət edirdilər. Zaman keçir, günlər ötür, İmam Səccad əleyhissalam yenə də azad etməyə məşğul olurdu. O hər il, hər ay və hər gün müxtəlif hadisələr münasibəti ilə bu işi təkrar edirdi. İş o yerə çatmışdı ki, Mədinə şəhərində Həzrətin azad etdiyi qul və kənizlərdən təşkil olunmuş bir dəstə əmələ gəlmişdi. Qeyd etdiyimiz kimi bunlardan belə nəticə çıxarmaq olar ki, İmam Səccad əleyhissalam bu proqramla əslində bir tərbiyə ocağı yaratmışdır. Qulları alıb biraz onlara təlim-tərbiyə keçir, onları azad etdikdən sonra da hər biri tərbiyə olunmuş və başqalarına örnək ola bilən şəxsə çevrilir. Onlar azad olduqdan sonra İmam əleyhissalamla mənəvi əlaqəni kəsmir. Hərə öz növbəsində başqalarına təlim-tərbiyə keçirdi. İmam Səccad əleyhissalamın o dövrün cəmiyyətini birbaşa təlim-tərbiyə etmək məhdudiyyətlərini nəzərə almaqla o həzrətin bu təqdirə layiq işini geniş şəkildə araşdırmaq lazımdır. 5-ci fəsil İmam Baqir əleyhissalamın həyatı. Böyük elmi inqilabın banisi, İmam Baqir əleyhissalam məktəbinin şagirdləri, elmləri kəşf edən, bilik qapılarını açan, xəlifələr tərəfindən hədis yazmağın qadağan olunma tarixçəsi, Şiə hədis toplamağın banisi, İmam Baqir əleyhissalam Şamda. İmam Baqir əleyhissalamın həyatı barədə qısa məlumat. İmam Baqir əleyhissalam hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül Abidin əleyhissalamın vəfatı vaxtı Həzrətin 37 yaxud 38 yaşı vardı. Adı Muhammed, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül Ülüm olmuşdur. Anası İmam Həsən əleyhissalamın qızı Ümmü Əbdullah olmuşdur. Buna görə də İmam Baqir əleyhissalam həm ata, həm də ana tərəfdən Həzrəti Əli əleyhissalam və xanım Zəhran Səlamullahi əleyhanın nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir əleyhissalam hicrətin 114-cü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbirstanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O həzrətin imamət dövrü 19 ya da 20 il olmuşdur. İmam Baqir əleyhissalamın müasir olmuş xəlifələr. Aşağıda adları çəkilmiş xəlifələr İmam Baqir əleyhissalamın imaməti dövründə onun müasir olmuşlar. Vəlid İbni Əbdülməlik, Süleyman İbni Əbdülməlik, Ömər İbni Əbdüləziz, Yezid İbni Əbdülməlik, Hişam İbni Əbdülməlik. Bu xəlifələrin hamısı Ömər İbni Əbdüləziz istisna olmaqla o nisbətən ədalətli və Peyğəmbər ailəsinə mehriban idi. Zalim olmuş, zülm və haqsızlıqda heç də ata-babalarından geri qalmamış. Xüsusən də İmam Baqir əleyhissalama çox zülm etmişlər.
Elmi inqilabın banisi. İmam Baqir əleyhissalam öz imaməti dövründə münasib olmayan bir vəziyyətdə ilahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiq əleyhissalamın imaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir əleyhissalam elm, zöhd, fəzilət və əzəmətdə bütün hakim böyüklərini üstələmiş və onun böyük və elmi əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalamın övladlarından heç birindən o qədər rəvayət yetişməmişdir. O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o həzrətdən istifadə edirdilər. Cabir İbni Yezid Cofi, Kisan Sicistani, həmçinin İbni Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafii, Ziyad İbni Munzir Nəhdi kimi fəqihlər o həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş. Sünni məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfəhani, eləcə də ən mötəbər qaynaqlarından olan Müvəttə-i Malik, Sunan-ı Əbu Davud, Müsnəd-i Əbu Hənifə, Musnəd-i Mərvəzi, Təfsir-i Nəqqaş, Təfsir-i Zəməxşəri və onlarla bu kimi kitablar İmam Baqir əleyhissalamın mənalı sözləri ilə doludur. Onların hər bir yerində Məhəmməd İbni Əli, yəni İmam Baqir əleyhissalam buyurmuşdur, yaxud Məhəmməd Baqir əleyhissalam buyurmuşdur ifadəsi gözə dəyir. Şiə kitabları da müxtəlif sahələrdə İmam Baqir əleyhissalamın rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edir. İmam Baqir əleyhissalam alimlər baxımından. İmam Baqir əleyhissalamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o həzrət Baqirul Ulum, elm qapılarını açan, elm müşkülatı həll edən ləqəbi almışdı. İbn Həcər Heytəmi yazır, Məhəmməd Baqir əleyhissalam maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş, həmçinin əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də onu elmləri yarıb özündə cəmləşdirən elm bayrağını ucaldan adlandırmışlar. İmam Baqir əleyhissalamın dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Abdullah İbni Əta deyir, mən İslam alimlərini heç bir məclisdə Məhəmməd İbni Əli əleyhissalamın məclisindəki qədər elmi cəhətdən kiçik və aşağı səviyyədə görmədim. Elm və şəriət hökmlərində bütün aləmdə tanınan Həkəm İbni Üteybəni Məhəmməd Baqir əleyhissalamın hüzurunda yüksək rütbəli müəllim qarşısında diz çöküb əyləşən, onun şəxsiyyət və sözlərinə heyran qalan bir uşaq kimi gördüm. İmam Baqir əleyhissalam öz sözlərində adətən Qur'an ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu, məndən hər hansı məsələni soruşsanız ki, bu Qur'anın harasındadır, mən o məsələyə aid olan ayəni sizə göstərərəm. İmam Baqir əleyhissalam məktəbinin şagirdləri. İmam Baqir əleyhissalam fiqh, hədis, təfsir və sair İslami elmlər sahəsində seçilmiş şagirdlər yetirmişdir. Onların hər biri böyük elmi şəxsiyyət hesab olunurdu. Məhəmməd İbni Müslim, Zürarə İbni Əyun, Əbu Bəsir, Bureyd İbni Əcli, Cabir İbni Yezid, Həmran İbni Əyun, Hişam İbni Salim kimi dahi şəxsiyyətlər İmam Baqir əleyhissalamın yetirmələri olmuşlar. İmam Sadiq buyurardı, bizim məktəbi və atamın hədislərini 4 nəfər dirçəltdi. O 4 nəfər Zürarə, Əbu Bəsir, Məhəmməd İbni Müslim və Bureyd İbni Muaviyyə əcli olmuşdur. Əgər bunlar olmasaydı, bir nəfər din təlimatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur.
Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş, qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar. İmam Baqir əleyhissalamın şagirdləri öz dövrlərinin fəqih və hədisçilərinin baş bilənləri olmuş, elmi mübarizə meydanında qeyri-şiə fəqih və qazılarından üstün idilər. Elmləri fəth edən, biliş qapılarını açan. İmam Baqir əleyhissalamın parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri İslam Peyğəmbərinin uzaqgörənliyini çin çıxartdı. Peyğəmbərin uzaqgörənliyini ehtiva edən bu hədisin ravisi İslamın ilk çağlarının görkəmli şəxsiyyətlərindən biri olan Cabir İbni Abdullah Ənsaridir. İslam Peyğəmbərinin dostlarından olan və o həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: Bir gün Peyğəmbər salavatullah mənə buyurdu, məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O elm qapılarını cəmaatın üzünə açacaq. İslam Peyğəmbəri bunu deyəndə hələ İmam Baqir əleyhissalam dünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. 4-cü imamın dövrü yetişdi. Bir gün Cabir Mədinənin küçələrinin birindən keçəndə gözü Həzrət Baqir əleyhissalama sataşdı. Gördü ki, Peyğəmbərin buyurduğu bütün nişanələr onda var. Soruşdu, adın nədir? Həzrət Baqir buyurdu, adım Məhəmməd İbni Əli İbni Hüseyndir. Cabir onun alnından öpüb buyurdu, Cəddim Peyğəmbər salavatullah mənim vasitəmlə sənə salam göndərdi. Cabir o gündən etibarən İslam Peyğəmbərinin hörmətini qorumaq və İmam Baqir əleyhissalamın əzəmətini göstərmək məqsədi ilə gündə 2 dəfə o həzrətin görüşünə gedərdi. Cabir Peyğəmbər məscidində cəmaatın arasında oturub, İmam Baqir əleyhissalamın işlərinə irad tutan bəzi şəxslərin cavabında Peyğəmbərin uzaqgörənliyini rəvayət edirdi. Bir incəlik. Burada qeyd etməliyik ki, Cabirin İmam Baqir ilə görüşü və Peyğəmbərin salamını imama çatdırması Rical-i Kəşşi, Kəşful Ümmə, Əmali-i Səduq, Əmali-i Şeyx Tusi, İxtisas-ı Müfid və bu kimi kitablarda müxtəlif rəvayətlər və bir-birinə oxşar məzmunlarla qeyd olunmuşdur. Bu rəvayətlər iki cəhətdən bir-birinə zidd nəzərə yetişir. 1. Bu rəvayətlərin bir qisminin mənasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissalamı Mədinə küçələrinin birində görmüş, ikinci qismi rəvayətlərin mənasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissalamı İmam Zeynul Abidin əleyhissalamın evində görmüş. Üçüncü qism rəvayətlərdən isə belə başa düşülür ki, İmam Baqir özü Cabirin yanına getmiş, Cabir də onu orada tanımışdır. 2. Bu rəvayətlərin bəzisində deyilir ki, Cabir həmin vaxt kör olmuş, bəzilərində isə deyilir ki, Cabir diqqətlə İmam Baqir əleyhissalamı nəzərdən keçirdi. Təbii ki, bu məsələ Cabirin kör olması ilə heç də uyğun gəlmir. Birinci ziddiyyətin cavabında deməliyik ki, biraz diqqət etsək, bu rəvayətlər arasında heç bir ziddiyyət olmadığını görərik. Çünki bəzi faktlar göstərir ki, Cabirin Peyğəmbər ailəsi ilə xüsusi əlaqə və məhəbbəti olduğundan, Peyğəmbərin uzaqgörənlik və İmam Baqir üçün göndərdiyi salamı dəfələrlə təkrar edir, bu yolla da İmam Baqir əleyhissalamın məqamının və əzəmətinin yaxşı aydın olmasını istəyirdi. Belə olduqda bu məsələnin bir neçə dəfə müxtəlif yerlərdə təkrar olunmasının nə eybi var? İkinci ziddiyyətin cavabı isə budur ki, Cabirin İmam Baqir əleyhissalamı görüb onu diqqətlə nəzərdən keçirməsindən söhbət edən rəvayətlər ola bilsin onun kör olmazdan qabaqki vaxtına aiddir. Belə ki, Şeyx Müfid İmam Baqir əleyhissalamdan rəvayət edir. Cabir İbni Abdullah Ənsarinin yanına gedib ona salam verdim. Salamımın cavabını alıb soruşdu. Kimsən? Bu hadisə onun gözləri tutulandan sonra olmuşdur. Bu rəvayətə bənzər digər birisini də Səbt İbni Əl-Cuzi nəql etmişdir. İctimai, siyasi durum. Qeyd etdi ki, İmam Baqir əleyhissalam 5 Əməvi xəlifəsinin müasiri olmuşdur. İndi isə İmam Baqir əleyhissalamın hansı ictimai-siyasi şəraitdə yaşadığını bilmək üçün o həzrətin müasir olmuş xəlifələrin
idarə sistemindəki xüsusiyyətlərini izah edirik. Vəlid İbni Əbdülməlik Vəlid İbni Əbdülməlik İmam Baqir əleyhisselamın müasir olmuş ilk xəlifədir. Onun xüsusiyyətləri barədə İmam Səccad əleyhisselamın həyatı bölməsində şərh verdiyimiz üçün burada təkcə bunu əlavə edib deyirik ki, Vəlidin hakimiyyət dövrü müsəlmanların kafirlərlə mübarizədə, zəfər və qələbə dövrü olmuşdur. Onun hakimiyyəti dövründə xilafət ərazisi həm şərqə, həm də qərbə doğru genişləndi. Vəlid öz hakimiyyəti zamanı ölkədə hökm sürən asayiş nəticəsində özündən qabaqki xəlifələrin dövründə ələ gəlmiş qələbələri davam etdirə bildi. Buna görə də onun hakimiyyət dairəsi şərq və qərb istiqamətlərində genişlənərək Hindistanın bir hissəsi, həmçinin Kabul, Kaşqar, Tuz və bir çox digər böyük ərazilər geniş İslam ölkəsinə birləşdirildi. Onun zəfərləri İspaniyaya qədər gedib çatmış, İspan imperiyasının qoşunları Musa İbni Hüseyrin başçılığı altında idarə olunan İslam ordusu ilə mübarizədə məğlub olmuş və bu ölkə müsəlmanların əlinə keçmişdi. Süleyman İbni Əbdülməlik Süleyman İbni Əbdülməlikin hakimiyyət dövrü çox qısa olmuşdur. O 3 ildən çox hakimiyyətdə qalmamışdır. Süleyman hakimiyyətə gəldiyi ilk çağlarda özünü biraz mülayim aparmış. İraq həbsxanalarının qapılarını açdıraraq Həccac İbni Yusuf tərəfindən həbsə alınmış minlərlə günahsız məhbusu azad etmiş, Yusuf İbni Həccacın maliyyə işlərinə təyin etdiyi şəxsləri işdən uzaqlaşdırıb, onun zalımcasına qurulmuş bir çox proqramlarını ləğv etmişdir. İntiqam alovu Süleyman İbni Əbdülməlikin İraqın günahsız məhbuslarını azad etməsi ötəri bir şey idi. O, sonradan özünün bu metodunu dəyişərək şəxsi hesablar və hissiyatlarının təsiri nəticəsində zülm və cinayətə əl atdı. Qəbilə təəssübkeşliyi məqsədi ilə Müzəri qəbiləsindən olanları təzyiqlərə məruz qoyub, onların rəqibləri olan Qəhdani qəbiləsini müdafiə edirdi. O, həmçinin tanınmış şəxsiyyətləri və ordu başçılarından bəzilərini öldürərək İspaniya zəfərinin 2 cəsur qəhrəmanları Musa İbni Hüseyr və Tariq İbni Ziyada soyuq yanaşıb onları işdən qovdu. İslamın siyasi tarixi kitabının müəllifi yazır. Süleyman İbni Əbdülməlik öz valiləri barədə xüsusi ölçülər götürürdü. Bəzilərinə məhəbbətlə yanaşır, bəzilərini isə aradan qaldırmaq üçün plan çəkirdi. Hindistan əmiri İbni Qasim, Məvarun Nəhrin əmiri Quteybə İbni Müslim və İspaniya əmiri Musa İbni Hüseyr Süleymanın düşmənçilik etdiyi şəxslərdən olmuşlar. Bu düşmənçiliklərin hamısı şəxsi və qəbilə məqsədləri nəticəsində əmələ gəlmişdi. Təəssüflər olsun ki, burada bu barədə çox söhbət etmək mümkün deyil. Hökumət sarayının özbaşınalığı və fəsad işləri Süleyman İbni Əbdülməlik çox acgöz, qarınqulu, kefcil və gözəllikpərəst bir adam olmuşdur. O bir neçə adi adamın yediyi qədər yemək yeyərdi. Onun üçün açılmış süfrələr həmişə təmtəraqlı olardı. O, ləlcəvahiratla bəzədilmiş, qıraqları zərli saplarla toxunulmuş qiymətli paltarlar geyər və bu işdə o qədər ifrata yol verərdi ki, hətta onun aşpazxana işçilərinin onun yanına adi paltarda gedib gəlməsinə icazə verməzdi. Onlar məcbur idilər ki, onun yanına gedəndə rəngli və üzərində ipək saplarla işlənmiş paltarlar giyinsinlər. Hökumət sarayındakı bu gözəllikpərəstlik yavaş-yavaş digər şəhərlərə də gəlib çıxdı. Yəmən, Kufə və İskəndəriyyə şəhərlərində də cəmaat bu cür paltarlar geyməyə öyrəşdi. Ömər İbni Əbdüləziz Süleymanın atası Əbdülməlik İbni Mərvanın Süleymandan sonra onun vəliəhdinin Yezid İbni Əbdülməlik olması barədə vəsiyyət etməsinə baxmayaraq, Süleyman xəstələnib ölümün çatmasını bildikdə bir sıra səbəblər üzündən Ömər İbni Əbdüləzizi öz vəliəhdi təyin etdi. Süleymanın ölümündən sonra məsciddə Ömər İbni Əbdüləzizin xəlifə seçildiyi elan olunduqda, cəmaat bunu çox təntənə ilə qarşılayıb ona beyət etdi. Ömər İbni Əbdüləziz cəmaatın narahatçılığını, Bənu Üməyyənin hakimiyyətinə qarşı olan kin-küdurətini görüb, öz işinə başlayan kimi kimsəsizlərə kömək etmək qərarını gəldi
və mərkəzin əyalətlərdəki nümayəndələrinə belə bir məktub yazdı. Cəmaat zülm, haqsızlıq və çətinliklərə məruz qalmışdır. Allahın dini onların arasında əksinə icra olunmuşdur. Keçmiş zalim hakim və valilər icra etdikləri qanun və bidətlərlə haqqı, xeyir işləri və mülayim rəftarı çox az icra etmiş, cəmaatı boğaza yığmışdır. İndi ötənləri aradan qaldırmaq lazımdır və bu cür işlər bir daha təkrar olunmamalıdır. Bundan sonra kim həcc ziyarətinə getmək istəsə, gərək onun pulunu tez Beytülmaldan ödəyəsiniz. Sizin mənimlə məsləhətləşmədən bir nəfəri cəzalandırmağa, kiminsə əlini kəsməyə, yaxud kimisə edam etməyə ixtiyarınız yoxdur. Özbaşınalıq, fəsad və ayrı seçkiliyə qarşı mübarizə. Ömər İbn Əbdüləziz bundan əlavə öz hökumətini təşkil etdikdən sonra hökumətin hesabında olan at və digər mülk vasitələrini müzaidə yolu ilə satışa qoyub onların pulunu Beytülmalın hesabına köçürtdü və öz arvadı Əbdülməlikin qızı Fatiməyə əmr etdi ki, atası və qardaşının Beytülmaldan ona bağışladığı qiymətli hədiyyələri və zinət əşyalarını Beytülmala qaytarsın. Əks təqdirdə isə onun evindən getməlidir. Fatimə ərinin əmrinə tabe olub Beytülmaldan olan qiymətli hədiyyələr və zinət əşyalarını geri qaytardı. Ömər İbn Əbdüləziz nə təkcə öz arvadını ədalət qayda qanunları ilə tanış etdi. Hətta Süleyman İbn Əbdülməlikin bütün əmlakını satıb, onun 24.000 dinar məbləğinə qədər pulunu Beytülmalın hesabına qaytardı. İctimai islahat və özbaşınalığa qarşı mübarizəni öz evindən və xəlifənin ətrafına toplaşmış adamlardan başlayan Ömər İbn Əbdüləziz mübarizə dairəsini genişləndirib, Bəni Üməyyə nümayəndələrini və əmsi oğlanlarını hesab ayağına çəkərək onlara əmr etdi ki, ələ keçirdikləri ümumi malları Beytülmala qaytarsınlar. O tam qətiyyətlə Bəni Üməyyə nümayəndələrinin cəmaatdan güclə aldıqları bütün mal dövləti onlardan geri alıb əsl sahiblərinə qaytardı və Bəni Üməyyənin əlini mümkün qədər cəmaatın yaxasından çəkdi. Bu məsələ Bəni Üməyyə nümayəndələrinə çox pis təsir etdi və onlar Ömər İbn Əbdüləzizə qarşı mübarizəyə başladılar. Bu məqsədlə Ömər İbn Əbdüləzizin qohumlarından bir neçəsi onunla görüşüb dedilər, qorxmursan ki, qəbilən yığışıb sənə qarşı qiyam qaldırar? Ömər dedi, mən qiyamət hesabından başqa heç bir şeydən qorxmuram, məni qiyamla qorxudursunuz. Əli əleyhisselamı söymək qadağandır. Qeyd etdiyimiz kimi Ömər İbn Əbdüləziz digər Əməvi xəlifələri ilə müqayisədə nisbətən ədalətli şəxs olmuşdur. Onun hakimiyyətinin Peyğəmbərin məsum canişinləri tərəfindən rəsmən tanınmadığı üçün, onun da zalimlər cərgəsinə daxil olmasına baxmayaraq, o özündən qabaqki xəlifələrin zülmlərinə qarşı çıxaraq hakimiyyətini xalqa xidmət etməyə həsr etdi. Bu xidmətlər arasında onun İslama, bəlkə də bəşəriyyət aləminə göstərdiyi həyat və hakimiyyət dövrünün xüsusi parlaq xidməti Əmir əl-Müminin Həzrət Əli əleyhisselamı söymək adətini aradan götürərək qadağan etməsidir. O, bu işi ilə 69 illik rişi atmış çirkin bir bidəti aradan götürməklə Şiə aləminə, bəlkə də bütün bəşəriyyət aləminə xidmət etmiş oldu. Bu bidət Muaviyyənin qoyduğu çirkin miras idi. Həzrət Əli əleyhisselamın şəhadətindən sonra bütün mövqeyi ələ keçirən Muaviyyə qərara gəldi ki, əks təbliğat və müxalif şüarlar vasitəsilə Əli əleyhisselamı İslam aləminin ən nankör adamı kimi tanıtdırsın. O, bu məqsədini həyata keçirmək üçün bir tərəfdən Əli əleyhisselamın dost və şiyələrini təzyiqlərə məruz qoymaqla, qılınc gücü ilə Əli əleyhisselamın fəzilətlərinin söylənilməsinin qarşısını alaraq bir hədis, hekayə və şeir belə o həzrətin mədhi barədə deyilməsinə icazə vermir. Digər tərəfdən də o həzrətin parlaq simasını əksinə göstərmək üçün Əməvi hökumətinin hədisçi və yaltaqlarını Əli əleyhisselamın əleyhinə hədis quraşdırmağa məcbur edirdi. Bu yolla saysız hədislər söylənilib cəmaatın arasında yayıldı.
Muaviyə bununla da kifayətlənməyib əmr etdi ki, bütün müxalifət ərazisində cümə günləri minbərə çıxıb, xütbə oxuyarkən Əli əleyhisselamı söymək də xütbəyə əlavə edilsin. Bu çirkin bidət icra olunaraq adət halını aldı. Ümumi fikirlərdə öz təsirini qoyaraq rişə atmış bir iş halına çevrildi. Belə ki, uşaqlar Əli əleyhisselama qarşı kin-küdurətlə böyüdülər. Böyüklər isə Əli əleyhisselama qarşı zid fikirlərlə dünyadan getdilər. Muaviyyədən sonra digər Əməvi xəlifələri də bu adəti davam etdirmiş və bu iş Ömər İbn Əbdüləzizin hakimiyyətə yetişdiyi təxminən hicrətin 1-ci yüzilliyinədək icra olundu. Bir müəllimin təsir şüası. Burada belə bir sual irəli çıxır ki, Ömər İbn Əbdüləzizin bu işdən məqsədi nə olmuş və nəyə görə Əməvi xəlifələri arasında məhz o bu işə əl atmışdır? Sualın cavabı budur ki, Ömər İbn Əbdüləzizin uşaqlıq illərində zahirən iki kiçik hadisə onun ümumi fikirlərini təsiri altına almış və fikir yolunu dəyişmişdir. Onun hakimiyyət dövründəki bu böyük iş əslində oradan nəşələnmişdir. Birinci hadisə Ömər İbn Əbdüləzizin Übeydullah adlı Allahı tanıyan, agah və imanlı bir kişinin yanında dərs öyrəndiyi vaxt baş vermişdir. Bir gün Ömər Bəni Üməyyədən olan öz taytuşları ilə birlikdə oynayırdı. Uşaqlar oynaya-oynaya öz adətlərinə sadiq qalıb, kiçik bir bəhanə taparaq Əli əleyhisselamı lənətləyirdilər. Ömər də onlara qoşulub Həzrət Əli əleyhisselamı söyürdü. Elə bu vaxt onun müəllimi uşaqların yanından keçərkən, onun da digər uşaqlar kimi Əli əleyhisselamı söydüyünü eşitdi. Ağıllı müəllim heç bir söz deməyib məscidə getdi. Dərs vaxtı çatanda Ömər də məscidə getdi. Müəllim onu görəcək namaz qılmağa başladı. Ömər bir qədər oturub gözlədi ki, müəllim namazı qurtarsın. Ancaq müəllim namazı həmişəkindən biraz çox uzatdı. Az yaşlı şagird başa düşdü ki, müəllim ondan inciyib və namaz bir bəhanədir. Müəllim namazı qurtardıqdan sonra qəzəb dolu baxışla ona baxıb dedi: "Hardan bilirsən ki, Allah Bədir döyüşündə və Hudeybiyyə sülhündə iştirak edənlərdən razı qaldıqdan sonra onlara qəzəb etmiş və onlar lənətə layiq olmuşlar?" Ömər: "Bu barədə mən bir şey eşitməmişəm. Bəs nəyə görə Əli əleyhisselamı lənətləyirsən?" "Tutduğum işdən üzr istəyir, Allahın dərgahına tövbə edib söz verirəm ki, bir də belə bir iş görməyəcəm." Müəllimin məntiqli və təsirli sözləri öz işini görərək Ömər İbn Əbdüləzizə çox böyük təsir bağışladı. Ömər o gündən etibarən söz verdi ki, bir daha Əli əleyhisselam üçün nalayiq sözlər deməyəcək. Ancaq o küçə və bazarda uşaqlarla oynayanda eşidirdi ki, cəmaat çəkinmədən Əli əleyhisselamı lənətləyir. İkinci hadisə Öməri öz sözünün üstündə durmağa daha da vadar etdi. Böyük bir etiraf. İkinci hadisə belə olmuşdur. Ömərin atası Əbdüləziz Şam hökuməti tərəfindən Mədinə şəhərinin valisi seçilmişdi. O cümə günləri həmişə olduğu kimi cümə namazının xütbəsində Əli əleyhisselamı lənətləyir və xütbəni o həzrəti lənətləməklə qurtarırdı. Bir gün oğlu Ömər ona dedi: "Ata, sən xütbə oxuyarkən hansı məsələyə başlayırsansa, onun barəsində ətraflı söhbət edir, öz fəsahət və bəlağətinlə həmin məsələnin öhdəsindən gəlirsən. Ancaq elə ki növbə Əli əleyhisselamı lənətləməyə yetişir, dilin biraz dolaşır. Bunun səbəbi nədir?" Atası dedi: "Oğlum, sən bu işə fikir vermisən?" Ömər: "Bəli ata." Atası: "Oğlum, bizim ətrafımıza yığışıb minbərimizin kənarında oturan bu cəmaat mənim Əli əleyhisselamın fəzilətləri barədə bildiyimi bilsələr, bizim ətrafımızdan dağılıb Əli əleyhisselamın övladlarının ardınca gedəcəklər." Müəlliminin sözləri hələ də qulağında səslənən Ömər elə ki bu etirafı öz atasından eşitdi, başdan ayağa dəyişib özünə söz verdi ki, əgər bir gün hakimiyyətə gələrsə bu bidəti aradan götürəcək. Buna görə də hicrətin 99-cu ilində hakimiyyətə gələcək, öz keçmiş arzusunu həyata keçirtdi və bir bəyannamə dərc etdirərək əmr verdi ki, bundan sonra minbərlərdə Əli əleyhisselamı lənətləməyin əvəzinə həqiqətən Allah Quranda insanlara ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara haqqını verməyi, kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə bəlkə düşünüb ibrət alasınız deyə belə öyüd nəsihət verir, ayəsi oxunulsun.
Bu iş cəmaət tərəfindən xoş ruhiyyə ilə qarşılandı və şairlər bu işi məth etdilər. Fədəyin xanım Zəhranın övladlarına qaytarılması. Peyğəmbər ailəsindən zülmün götürülməsi məqsədi ilə Ömər İbn Əbdüləzizin gördüyü böyük və əsaslı tədbirlərdən biri də Fədəyin Peyğəmbər qızı xanım Zəhra salamullahi əleyhanın övladlarına qaytarması olmuşdur. Fədəyin İslam tarixində çox acı və uzun bir macərası vardır. Bu kitabda ondan bəhs etməyə imkan olmadığından, qısaca olaraq onun tarixi faktlarını qeyd edirik. Peyğəmbər Fədəyi öz sağlığında qızı xanım Zəhraya bağışlamış, Peyğəmbər vəfat etdikdən sonra isə Əbu Bəkir onu güclə xanım Zəhradan alıb Beytülmalın torpaqları sırasına qatmışdır. O vaxtdan sonra xəlifələr bu bağı bir-birinə ötürmüş və nəhayət Muaviyə öz hakimiyyəti dövründə onu Mərvana, Mərvan da öz oğlu Əbdüləzizə bağışlamışdır. Əbdüləziz öldükdən sonra Fədək Ömər İbn Əbdüləzizə çatır. Ömər İbn Əbdüləziz onu xanım Zəhra salamullahi əleyhanın övladlarına qaytarıb deyir: Fədək onlarındır və Bəni Üməyyənin onda heç bir haqqı yoxdur. Ancaq təəssüflər olsun ki, Ömər öldükdən sonra Yezid İbn Əbdülməlik hakimiyyətə gəlib, Fədəyi xanım Zəhra salamullahi əleyhanın övladlarından alıb, Bəni Üməyyə nümayəndələrinin tiyulu, yəni mülki qərar verir. Şeyx Səduq Əl-Xisal kitabında nəql edir ki, Ömər İbn Əbdüləziz Mədinəyə səfəri zamanı İmam Baqir əleyhissalamla görüşüb Fədəyi o həzrətə qaytardı. İmam Baqir sanki Ömər İbn Əbdüləzizin Peyğəmbər ailəsindən bəzi zülmləri götürməsini nəzərə alıb buyurmuşdur: Ömər İbn Əbdüləziz Bəni Üməyyənin ən nəcib adamıdır. Ömər İbn Əbdüləziz 2 il hakimiyyətdə olmuş və deyilənə görə Bəni Üməyyə nümayəndələri tərəfindən zəhərlənərək öldürülmüşdür. Hədis yazmağın qadağan edilməsi. Peyğəmbərin vəfatından sonra İslam cəmiyyətində ortaya çıxmış azğınlıqların ardınca çox təəssüfləndirici başqa bir hadisə meydana gəlmiş. Onun acınacaqlı və ziyanverici nəticələri uzun müddət İslam aləminə zərbə vurmuşdur. O hadisə hədis söyləmək, yazmaq və toplamağın qadağan edilməsi olmuşdur. Peyğəmbərin hədis və buyurduqlarının Qur'andan sonra ikinci yerdə durduğuna, Asimani kitabdan sonra İslam mədəniyyətinin ən böyük mənbəyi sayılmasına və ümumiyyətlə bu iki şeyin, Qur'anla hədisin bir-birindən ayrılmasının qeyri-mümkün olmasına baxmayaraq, birinci və ikinci xəlifə hədis yazıb toplamağın əleyhinə çıxıb, puç və əsassız bəhanələrlə, həqiqətdə isə siyasi məqsədlərlə müsəlmanlara hədis yazıb söyləməyi qadağan etdilər. Əbu Bəkir dedi: Allah Peyğəmbərindən heç bir şey söyləməyin. Əgər sizlərdən bir nəfər bir məsələ barədə sual etsə, ona deyin ki, Allahın kitabı, Qur'an bizim və sizin aranızdadır. Onun halalını halal, haramını haram sayın. İkinci xəlifə Peyğəmbərin hədislərinin yazılmasına qadağa qoymaq məqsədi ilə İslam dövlətinin bütün ərazilərinə bir bəyannamə nəşr etdirərək yazdı. Kim Peyğəmbər salavatullahdan bir hədis belə yazıbsa, onu məhv etsin. Ömər təkcə bu bəyannamə ilə kifayətlənməyib. Peyğəmbər salavatullahın bütün sahabələrinə və həmçinin bütün hədis əzbər bilənlərə ciddi xəbərdarlıq etdi ki, hədis söyləmək və yazmaqdan çəkinsinlər. Peyğəmbər salavatullahın tanınmış sahabələrindən olan Qərzə İbn Kəb deyir: Ömər bizi İraqa göndərərkən özü də bizimlə biraz yol gəlib dedi: Bilirsiniz sizi niyə görə yola salıram? Dedi ki, yəqin Peyğəmbərin sahabəsi olduğumuz üçün xəlifə bu əziyyətə qatlaşır. Dedi, sizin hörmətinizdən əlavə ona görə sizi şəxsən yola salıram ki, sizə bir məsələni tövsiyə edən və sizinlə piyada gəlib sizi ötürməyim xatirinə onu yerinə yetirəsiniz. Sonra əlavə edib dedi: Siz elə bir yerə gedirsiniz ki, oranın əhalisi öz məscid və məclislərini Qur'an zümzüməsi ilə doldurmuşlar. Mənim sizə tövsiyəm budur ki, onlarla işiniz olmasın və cəmaatın başını hədislə qatıb onları Qur'andan ayırmayın. Cəmaat üçün Qur'anı ona hədis qatmadan oxuyun. Peyğəmbərdən çox az hədis söyləyin. Biz də bu işdə sizinlə həmkarlıq edəcəyik. Qərzə göndərildiyi yerə çatanda ona dedilər ki, bizim üçün hədis söylə. O isə cavab verdi ki, xəlifə hədis söyləməyi bizə qadağan etmişdir. Ömər öz xəlifəlik dövründə belə qərara gəldi ki, Peyğəmbər salavatullahın hədislərini yazsın.
Sonra cəmiyyət arasında bu məsələnin, yəni hədis yazmağın azad olmasını göstərmək məqsədi ilə bu söhbəti cəmaət arasına çıxartdı. O, bir ay fikirləşdikdən sonra həll yolu tapıb cəmaata dedi: "Keçmiş ümmətləri yada saldım. Onlar bəzi kitabları yazıb toplayaraq onlara çox diqqət etdiklərinə görə öz asimanı kitablarından uzaq düşdülər. Buna görə də mən Allahın kitabını heç bir şeylə qarışdırmaram." Xəlifə təkcə bu işin qarşısını almaq üçün fərman verməklə kifayətlənmir. Eyni zamanda hədis söyləyən şəxsi möhkəmcə cəzalandırırdı. Belə ki, bir gün o, üçü də İslamın ilkin çağlarının böyük şəxsiyyətlərindən olan İbn Məsud, Əbu Dərda və Əbu Zərə demişdir: "Nədir Peyğəmbərdən söylədiyiniz bu hədislər?" Sonra onları tutub həbs etmiş və o 3 nəfər Ömər ölənə qədər həbsdə qalmışdı. Bu cür cəzalandırmalar üzündən digər müsəlmanlar da hədis yazıb söyləməyə cürət etmədilər. Siyasi məqsəd. Əldə olan faktlar sübut edir ki, bu bəyannaməni nəşr etdirmək siyasi məqsəd daşımışdır. O da bundan ibarət idi ki, bunun simasında o günlər Həzrəti Əli əleyhisselama nəsib olmuş böyük bir üstünlük aradan aparılsın. Çünki Həzrəti Əli əleyhisselam Peyğəmbərin sağlığında bəzi kitablar yazaraq, orada Peyğəmbərin hədislərini və o həzrətdən müxtəlif sahələr üzrə eşitdiyi həqiqətləri qeyd etmişdi. Əvəzi çıxılmaz bir ziyan. Bu məhdudiyyətlər bais oldu ki, Peyğəmbər Səlavatullahın şərəfli hədisləri hədis əzbərləmiş adamların sinələrində qalsın. Beləliklə də müsəlmanlar bu böyük İslami mədəniyyət mənbəyindən uzun müddət məhrum oldular. İş o yerə çatmışdı ki, Şəbi deyirdi: "Bir il Ömərin oğlu ilə bir yerdə oldum. Ondan nümunə üçün də olsa bir Peyğəmbər hədisi eşitmədim." Sair İbn Yezid deyir: "Mədinədən Məkkəyə Səd ibn Maliklə yol yoldaş oldum. O səfər boyunca Peyğəmbərdən bir dənə də olsun hədis söyləmədi." Deməsək də məlumdur ki, bu qadağa nəticəsində İslama dəyən zərbi aradan qaldırıla bilməz. Çünki Peyğəmbər hədislərinin yazılması 100 ilə yaxın müddətə kimi tərk olunmuş, o mənalı sözlər müsəlmanlar arasında müzakirə olunmamışdır. Bunların hamısından pisi isə bəzi yalançı şəxslərin bu fürsətdən istifadə edib, öz dövrlərinin xəlifələrinin xeyrinə yalançı hədislər qoşmaları olmuşdur. Çünki hədisin sənədi təkcə əzbərləmək və adamlardan eşitməyə inhisarlaşırsa, təbii ki, hər bir insan hər cür iddia edə bilər. Öz iddiasını hədis şəklində söyləyə bilər. Ona görə ki, nə bir kitab var idi, nə bir dəftər, nə də bir hesabat. Məlumdur ki, belə bir şəraitdə də onlarla Əbu Hüreylələr meydana gəlib, qeyri-şəri məqsədlər üçün özlərini doğru hədisçi kimi qələmə verəcəklər. Bu vəziyyət hicrətin 1-ci yüzilliyinə kimi, yəni Ömər İbn Əbdüləzizin hakimiyyəti dövrünədək davam etmişdir. Ömər İbn Əbdüləziz təqdirə layiq bir addım ataraq, bu acınacaqlı bidəti aradan götürməklə cəmaatı hədis söyləmək, yazmaq və toplamağa şövqləndirdi. O, alim və hədisçiləri bu işə cəlb etmək məqsədi ilə bir bəyannamə dərc etdirdi. Bəyannamədə deyilirdi: "Peyğəmbərin hədislərini toplayaraq onları yazın. Çünki mən qorxuram alim və hədisçilərin dünyadan getməsi ilə o həzrətin elm çırağı sönə." Buxarinin dediyinə görə Ömər İbn Əbdüləziz yuxarıda qeyd etdiyimiz məzmunda digər bir bəyannamə də Mədinədəki nümayəndəsi Əbu Bəkir İbn Həzəmə yazdı. Ancaq bu hələ işin əvvəli idi və bir əsr geri qalmağın əvəzini çıxmaq, Peyğəmbər hədislərini dirçəltmək, yaddaşlarda qalıb böyük ya kiçik təhriflərlə qarışan hədisləri yazmaq üçün çox vaxt lazım idi. Ömər İbn Əbdüləzizin hakimiyyəti uzun sürmədiyindən bu iş çox da sürətlə irəliləmədi. Çünki ondan sonra Yezid İbn Əbdülməlik və Hişam İbn Əbdülməlik ardıcıl olaraq hakimiyyətə gəlmiş və onların hökumətində olmayan təkcə şey İslam və müsəlmanların qayğısına qalmaq idi. Bəziləri yazırlar, Ömər İbn Əbdüləzizin əmri ilə hədisləri toplayan ilk şəxs Məhəmməd İbn Müslim İbn Şəhab Zühri, yəni Zührinin nəvəsi olmuşdur. Nəzərə almaq lazımdır ki, Ömər İbn Əbdüləzizin dövründən etibarən hədis söyləyib yazmaq azad buraxılmışdı. Ancaq bir tərəfdən hədis yazılmasının qadağan olduğu dövrdə qoşulmuş yalançı hədislər, doğru hədis topluları sırasına qoşulmuş, digər tərəfdən də rəsmi hədisçilər, yəni dövlət hədisçiləri və hakimiyyət tərəfdarları
Əhl-i Beytin və onun şiyələrinin xeyrinə nəticələnən hədisləri deməkdən boyun qaçırıb, onları gizli saxlayırdılar. Əsassız bəhanələr. Buradan belə bir sual irəli çıxır ki, hədis yazıb söyləməyin qadağan edilməsinin səbəbi nə olmuş və ikinci xəlifə hansı əsasa görə belə bir bəyannamə nəşr etdirmişdir? Halbuki hamıya məlumdur ki, hədislər, yəni Peyğəmbər hədisləri, Qur'an ayələri kimi hüccət olub ona əməl etmək bütün müsəlmanların borcudur. Qur'an Peyğəmbər Səlavatullahın buyurduğu bütün məsələlər, istər Allahın buyurduğu olan Qur'an ayələri, istərsə də o həzrətin sözlərindən ibarət olan, lakin məhfumu vəhiy aləminə aid olan buyurduğu hədislər olsun barədə buyurur. O, yəni Muhammed Peyğəmbər, kefi istəyəni danışmır. Bu, ancaq Allah dərgahından nazil olan bir vəhiydir. Bundan da əlavə Allah Taala Peyğəmbərin buyruq və əmrlərini müsəlmanlara açıq-aşkar hüccət edərək buyurmuşdur. Peyğəmbər sizə nə verirsə və nə əmr edirsə onu götürün və ona itaət edin, nəyi qadağan edirsə ondan əl çəkin. Abdullah ibn Əmr Peyğəmbər Səlavatullahdan rəvayət edir ki, o həzrət öz dodaqlarına işarə edərək buyurur: Ey əmrin oğlu, and olsun canım əlində olan Allaha, bu iki dodağın arasından haqdan başqa bir şey çıxmaz. Nə deyirəm yaz. Abdullah ibn Əmr deyir ki, Peyğəmbərdən soruşdum. Ey Allahın Rəsulu, hər nə sizdən eşitsəm yazınmı? Həzrət buyurdu, bəli. Dedim, istər xoşxal, istər qəzəbli halda olsan da buyurdu, bəli. Mən hər iki halda da haqdan başqa bir şey demirəm. Peyğəmbər hədislərinin bu qədər əhəmiyyət kəsb etdiyi, mühüm və arxain yollarla cəmaatın İslam həqiqəti ilə əlaqəsi sayıldığı bir halda, İkinci xəlifənin Peyğəmbər hədislərinin yazılmasının qadağan edilməsi məqsədi ilə kim Peyğəmbərdən bir dənə də olsun hədis yazıbsa onu məhv etsin məzmunlu bəyannamə nəşr etdirib bütün İslami məntəqələrə göndərməsi düzgündürmü? Bu bəyannamə elm öyrənməyin daima tərəfdarı olan İslam ruhiyyəsi ilə uyğun gəlirmi? Bu sualın cavabında hökumət tərəfdarları əl-ayağa düşərək xəlifənin bu fərmanına özlərindən bir hikmət qoşmuş və iddia etmişlər ki, Əbu Bəkir demişdir, Peyğəmbər hədislərinin söylənilməsinin qarşısını almaqdan məqsəd budur ki, hədislər Qur'an ayələri ilə qarışmasın. Bu bəhanə o qədər əsassızdır ki, heç ona cavab verməyə dəyməz. Çünki Peyğəmbər vəfat edən zaman artıq Qur'anın bütün surə və ayələri yazılmış, vəhiy yazanlar və Qur'an əzbərləyənlər öz möhkəm yaddaşları ilə onu əzbərləmiş, Qur'an ayələri elə müəyyən edilmişdi ki, bir nəfər ondan nə bir hərf azalda bilər, nə də bir hərf ona əlavə edə bilərdi. Belə olduğu halda hədis yazmaq Qur'ana bir xələl yetirərdimi? Bundan da əlavə Qur'an fəsahət, bəlağət, cazibədarlıq, cümlələrin, yəni ayələrin bir-birinə bağlanması cəhətindən o qədər yüksək səviyyədədir ki, heç bir söz və ya yazı ona çata bilməz. Hər hansı bir söz fəsahət və bəlağət cəhətdən nə qədər yüksək səviyyədə olursa olsun, yenə də Qur'an ayələri ilə qarışdırıla bilməz. Əmir əl-Müminin Həzrət Əli əleyhisselamın Nəhcül Bəlağədəki və eləcə də Peyğəmbərin öz xütbələri fəsahət və bəlağətin kulminasiya nöqtəsindədir. Ancaq bununla belə heç vaxt Qur'anla qarışdırıla bilməz. Həzrət Əli əleyhisselamın öz xütbələri əsnasında qeyd etdiyi ayələr o Həzrətin sözlərinin içində mirvari kimi parlayır və ərəb dili ilə tanış olan şəxs ilk baxışdan bu iki söz arasında fərq qoyur. Peyğəmbər Səlavatullah hədis yazmağı qadağan etmişdimi? Çox təəssüfləndirici haldır ki, bəzi hədisçilər hədis yazmağın qadağan edilməsini Peyğəmbərə nisbət verərək demişlər. Peyğəmbər buyurmuşdur, mənim dediklərimin arasından Qur'andan başqa heç nə yazmayın. Kim də Qur'andan başqa bir şey yazıbsa onu məhv etsin. Bəzi faktlar bu məsələnin düzgün olmadığını sübut edir. Çünki əvvəla Peyğəmbər məktəbinin seçilmiş şagirdi Həzrət Əli əleyhisselam o həzrətdən çoxlu sayda hədislər yazmış, onun əlyazmaları bir-bir imamlara yetişmişdir. Əgər Peyğəmbər hədis yazmağı qadağan etsəydi, əsla onun əmrinə qarşı çıxıb belə iş görməzdi. İkincisi də müxtəlif məsələlər, əhkam, vacib, haram, mürafiə və siyasi məsələlər barədə Peyğəmbərin öz dövründə bir çox yazılar yazılmış, hədisçi və tarix yazanlar da onların mətnini düzgün və qəti sənədlərlə qələmə almışlar. Bu yazıların çox hissəsi əsl İslama dəvət barədə yazılmış.
Əksəri isə İslami hökmlər, hədlər, mübahisələr, əhkam və vacibi məsələlər barədə qələmə alınmışdır. Buna əsasən necə inana bilərik ki, Peyğəmbər Səlavatullah bir tərəfdən Qurandan başqa şeylərin yazılmasını qadağan edir, digər tərəfdən isə hal-hazırda 216-sı bütün xırdalıqlarına qədər bizim əlimizdə olan 300-ə yaxın məktub gözü qarşısında yazılır, ancaq Peyğəmbər onu qadağan etmir. Şiə hədis toplamağın banisi. Sevindirici haldır ki, şiələr elə Peyğəmbər Səlavatullahın sağlığından bu sahədə çoxlu səylər etmiş, Əli əleyhisselamın yolunu davam etdirərək hədis yazıb söyləməkdə qabaqcıl olmuş, hədis sahəsində qiymətli və dəyərli əsərlər yazıb qoymuşlar. Əli əleyhisselam Peyğəmbər Səlavatullahın hədislərini toplayan ilk şəxs olmuşdur. Peyğəmbər Səlavatullah hədis buyurur, Əli əleyhisselam da onları yazaraq kamil bir kitab halına salırdı. Bu kitab bir-bir imamlara yetişərək İmam Baqir əleyhisselamın əlinə çatdı. Bir gün Həkəm İbn Uteybə həmin kitabı İmam Baqir əleyhisselamın yanında gördü. O, İmam Baqir əleyhisselam ilə bir məsələ barədə mübahisə etmişdi. İmam Baqir əleyhisselam o kitabdan həmin məsələyə aid olan hədisi tapıb ona göstərərək buyurdu. Bu Əli əleyhisselamın xətti Peyğəmbər Səlavatullahın buyurduğudur. Suyuti Həzrəti Əli əleyhisselam və oğlu İmam Həsən əleyhisselamı hədis yazılmasının tərəfdarlarından hesab edir. Əgər sünni məzhəbi hədis yazılmasının qadağan olması bidətinin nəticəsində 100 il ya biraz da çox İslami hədislər yazmayıblarsa, sevindirici haldır ki, şiələr bu sahədə qabaqcıl olmuşlar. Çünki elə Peyğəmbər Səlavatullahın öz dövründə Əli əleyhisselamdan başqa o həzrətin dostlarından və Əli əleyhisselamın tərəfdarlarından biri olan Əbu Rafi'i Əs-Sunanu vəl-Əhkamu vəl-Qəzaya adlı bir kitab yazmış. İslamın müxtəlif sahələrinə namaz, oruc, zəkat, həc və mürafiəyə aid əhkam və şəri məsələləri qeyd etmişdir. Əgər biz bu kitabı səhabələr tərəfindən yazılmış ilk hədis kitabı kimi qəbul etsək, onda onu eyni zamanda bu sahədə olan ilk fiqh kitabı kimi də qəbul edə bilərik. Əbu Rafi bu kitabı o vaxt yazmışdır ki, Peyğəmbər Səlavatullahdan hədis nəql edib yazmaq xilafət tərəfindən böyük cinayət sayılırdı. Amma şiələr isə qorxu və təhlükələrə əhəmiyyət verməyib, Əhl-i Beyti örnək tutaraq hədislərin qeydi və toplanmasını davam etdirirdilər. Əbu Rafi'dən sonra şiə yazıçıları elə hədis yazmağın qadağan olduğu ilk çağlarda da hədis yazmağa başladılar və bu yolla öz rəhbərlərinin sözlərini təhriflərdən qorudular. Bu iş Həzrət Əli əleyhisselamın dövründən İmam Baqir əleyhisselamın dövrünədək davam etmiş, İmam Baqir əleyhisselamın dövründə Ömər İbn Əbdüləziz tərəfindən hədislərin yazılması barədə bəyannamə nəşr edilən ərəfədə İmam Baqir əleyhisselamın qabaqcıl şagirdləri minlərlə hədis əzbər bilirdilər. Məhəmməd İbn Müslim şiə məzhəbinin böyük şəxsiyyətlərindən, yüksək dərəcəli və fəzilətli hədisçilərdən İmam Baqir əleyhisselamın fiqh və hədis sahəsində ən qabaqcıl şagirdlərindən biri olmuşdur. O, Küfə şəhərində anadan olmuş, 4 il Mədinədə qaldığı müddətdə daim İmam Baqir əleyhisselamla, ondan sonra da İmam Sadiq əleyhisselamla daim əlaqə saxlamış və bu iki böyük imamın hüzurundan istifadə etmişdi. O deyir, İstədiyim məsələni İmam Baqir əleyhisselamdan soruşub cavab alırdım. Belə ki, 30 min hədis İmam Baqir əleyhisselamdan, 16 min hədis isə İmam Sadiq əleyhisselamdan öyrəndim. Məhəmməd İbn Müslim Ərbəəmiyyətu məsələtin, yəni 400 məsələ adlı bir kitab yazmışdı. Bu kitabdakı məsələlər onun İmam Baqir əleyhisselam və İmam Sadiq əleyhisselamdan eşitdiyi məsələlərin cavabları idi. İmam Baqir əleyhisselamın məktəbinin yetişdirmələrindən biri də Cabir İbn Yezid Cofidir. O da Küfə şəhərində anadan olmuş, İmam Baqir əleyhisselamın elmindən faydalanmaq məqsədi ilə
Mədinəyə köçmüşdür. İmam Baqir əleyhissalamın gözəl məktəbindən istifadə etməsi sayəsində böyük elmi rütbələrə yüksəlmişdir. Cabir İmam Baqir əleyhissalamın coşub daşan elm və bilik bulağından istifadə edərək çoxlu sayda kitab və əsərlər yazıb qoymuşdur ki, bu da şiələrin hədis və maarifi yazmağa olan diqqətinə daha bir sübutdur. Cabirin yazdığı kitablar aşağıdakılardır. 1. Təfsir kitabı. 2. Nadir məsələlər kitabı. 3. Fəzilətlər kitabı. 4. Cəməl döyüşü kitabı. 5. Siffeyn döyüşü kitabı. 6. Nəhravan döyüşü kitabı. 7. Əmir əl-Müminin Həzrət Əli əleyhissalamın Məqtəl kitabı. 8. İmam Hüseyn əleyhissalamın Məqtəl kitabı. Yezid İbni Əbdülməlik. Ömər İbni Əbdüləzizin ölümündən sonra Yezid İbni Əbdülməlik hakimiyyətə gəlir. O çox əyyaş, kefcil, laqeyd bir adam olub, əxlaqi və dini qanunlara əsla riayət etmirdi. Buna görə də onun hakimiyyət dövrü Bəni Üməyyənin hakimiyyətdə olduğu ən pis və azğınlıq dövrü hesab olunur. Onun hakimiyyəti dövründə İslam tarixində heç bir fəth, zəfər və parlaq bir hadisə baş verməmişdir. Yezid İbni Əbdülməlik Ömər İbni Əbdüləzizin hakimiyyəti dövründə vəliəhd olduğundan əsl simasını dəyişib adi şəkil almış və bu yolla cəmaatın fikrini özünə cəlb etmişdi. Bu baxımdan da onun hakimiyyətinin ilkin çağları, xüsusilə də onun keçmiş xəlifənin yolunu davam etdirəcəyi vədəsini verdikdən sonra cəmaat onu razılıqla qarşılamışdır. Bu vədə, keçmiş xəlifənin yolunu davam etdiriləcəyi vədəsi Ömər İbni Əbdüləzizin dövründə az da olsa haqq-ədalət ləzzətini dadanlar üçün bir ümid müjdəsi idi. Ancaq çox çəkmədi ki, bu intizar ümidsizliyə çevrildi. Çünki onun hakimiyyətə gəldiyi bir neçə gündən sonra proqram dəyişdi və bütün vədlər boşa çıxdı. Yalan şəhadət. Yezid İbni Əbdülməlik öz qanunsuz əməllərinin üstünü örtmək və gördüyü günahlardan özünə bəraət qazandırmaq üçün planlı şəkildə 40 nəfər adlı sanlı qoca kişiləri məcbur etdi ki, onun günahsız olması barədə şəhadət versinlər. Onlar da şəhadət verdilər ki, xəlifələr üçün heç bir hesab, kitab və cəza yoxdur. Onların şəhadəti elə də kiçik iş olmayıb, Bəni Üməyyənin öz hökumətini möhkəmlətməsi üçün aldadıcı siyasətin bir hissəsi hesab edilirdi. Çünki Bəni Üməyyə sülaləsi öz siyasi məqsədinə nail olmaq üçün mürciyə dəstəsi kimi ideoloji bir təriqət yaratmış, həmin təriqətin ideoloji fəaliyyəti Bəni Üməyyənin din pərdəsi altında hökumət dayaqlarının möhkəmlənməsi üçün bir vasitə olmuşdur. Bəni Üməyyə hakimiyyətinə qulluq edən bu cür təriqətlər bir sıra təfsir və dini bəhanələrlə Əməvi xəlifələrinin qeyri-İslami işlərinə pərdə çəkirdilər. İbn-i Quteybə Dinəvəri yazır, Yezid İbni Əbdülməlik əvvəllər aldadıcı əxlaqına görə Qureyş qəbiləsinin məhəbbətini qazanmışdı. Əgər hakimiyyətə gəldikdən sonra Ömər İbni Əbdüləzizin yolunu davam etdirsəydi, cəmaat ondan şikayətlənməzdi. Ancaq o, hamının gözlədiyinin əksinə olaraq, hakimiyyətə gəldikdən sonra iş metodunu tamamilə dəyişib, eyni ilə qardaşı Vəlidin getdiyi yolla getməyə başladı. Onun bu rəftarı müsəlmanların qəzəbi ilə üzləşməli oldu. Belə ki, cəmaat onu hakimiyyətdən salmaq qərarına gəldi. Yezid cəmaatın hüquq və tələblərinə o qədər etinasızlıqla yanaşırdı ki, hətta Qureyş və Bəni Üməyyədən də bir dəstə adam onun hakimiyyətinin əleyhinə çıxdı. Yezid İbni Əbdülməlik cəmaatın etirazlarına qulaq asıb, öz hakimiyyət metodunu dəyişmək əvəzinə təzyiq və çətinliklərini daha da artırdı. O, Qureyş və Bəni Üməyyə tayfalarının bir neçə böyük şəxsiyyətini ictimaiyyətdən nizam-intizamı pozmaq və qiyam qaldırmaqda ittiham edib əmisi Məhəmməd İbni Mərvana əmr verdi ki, onları tutub həbs etsin. Tutulanlar 2 ilə yaxın həbsdə qaldıqdan sonra Məhəmməd onları zəhərləyərək hamısını qətlə yetirdi. Yezid bundan əlavə Qureyşin digər 30 nəfər adlı sanlı adamlarını tutub, onları külli miqdarda cərimə edərək bütün mal dövlətlərini müsadirə edib iflasa uğratdı.
Belə ki, onlar Şam və sair yerlərin ətrafına çəkilib, kasıbçılıq içərisində yaşamağa başladılar. Yezid bununla da kifayətlənməyib, onlarla əlaqə saxlamış bütün adamları qiyam və hökumətlə müxalifətdə töhmətləndirib, dara çəkdirdi. Çalıb oxumaq və qumar. Bəni Üməyyə sülaləsinin əvvəlki xəlifələri öz boş vaxtlarını qədim ərəb qəhrəmanlarının döyüş və qəhrəmanlıq epopeyalarına dair şairlərin qəsidələrinə qulaq asmaqla keçirirdilərsə, sonraki xəlifələrin dövründə çalıb oxumaq qəsidə və şeirlərin yerini tutdu. Xilafət sarayının gecə məclislərində şairlərin qəhrəmanlıq şeirləri və döyüş dastanları əvəzinə çalıb oxumaq adət oldu. Hişam İbni Əbdülməlik. Hişam çox paxıl, qəzəbli, cəsur, zalım, rəhimsiz və natiq bir şəxs idi. O mal-dövlət yığmağa, abadlıq işləri görməyə çalışırdı. Hakimiyyəti dövründə bəzi iş yerləri təsis etdirdi və əl sənayesi daha da rövnəqləndi. Ancaq rəhimsiz və zalım olduğundan onun dövründə cəmaatın vəziyyəti çox ağırlaşdı. İnsani hisslər demək olar ki, aradan getdi, xeyirxahlıq işləri yoxa çıxdı, daha heç kəsin heç kəsə ürəyi yanmadı. Azğın ünsürlərin nüfuzu. Görkəmli alim və tarixçi Seyyid Əmir Əli İslam cəmiyyətinin o dövrdəki siyasi-ictimai vəziyyətini çox gözəl şəkildə bəyan etmiş, Hişamın əxlaq və rəftarını geniş şəkildə şərh etmişdir. İkinci Yezidin ölümü ilə hakimiyyət onun qardaşı Hişama çatdı. O hakimiyyətini yalnız daxildəki çəkişmələri və xarici döyüş alovlarını söndürdükdən sonra möhkəmlətdi. Çünki o dövrdə şimal istiqamətindən türkmən tayfaları və Xəzər xaqanlığı mərkəzi hökumətə hücumlar edirdilər. Şərqdə isə Abbasi sülaləsinin rəhbərləri Əməvi sülaləsini hakimiyyətdən salmaq üçün gizlicə öz işlərini görürdülər. Ölkə daxilində də çox şücaətli və döyüşkən olan xaricilər, yəni xəvariclər, çaxnaşma yaratmışdılar. Bu çəkişmələrdə ərəblərin ən gözəl igidləri ya daxildə gedən vuruşmalarda öldürüldülər, ya da xilafət sarayının bədməramlı siyasətinin qurbanı olurdular. Çünki keçmiş xəlifənin öz vəzir və ətrafındakı işçilərinə olan kör-köranə arxayınçılığı nəticəsində hakimiyyət özünü sevər və ləyaqətsiz adamların əlinə keçmişdi. Onlar da öz növbələrində bacarıqsız olduqlarından və hakimiyyəti pis idarə etdiklərindən cəmaatda hökumətə qarşı nifrət hissi oyatmışdılar. Düzdür, öz ağır və çətin vəzifələrinə layiqincəsinə əməl edən azsaylı adamlar da qalmışdılar. Ancaq cəmaat arasında dinə qarşı rəğbət azalmış, saray adamları və onlara bağlı olanlar arasında isə demək olar ki, itib batmışdı. Axı onlar öz maddi mənfəətlərini təmin etməkdən başqa bir məqsəd güdmürdülər. O çətin dövrdə İslam cəmiyyəti hakimiyyət gəmisini batmaqdan xilas edə biləcək qüvvətli bir şəxsə ehtiyac duyurdu. Buna görə də Hişamın bir sıra xüsusiyyət və üstünlüklərə ehtiyacı var idi ki, onun nəticəsində İslam cəmiyyətini hər tərəfdən əhatə etmiş çətinlikləri aradan qaldıra bilsin. Hişamın ötən xəlifədən, yəni Yezid İbni Əbdülməlikdən bacarıqlı olmasında şübhə yoxdur. Çünki Hişamın dövründə xilafət sarayı çirkin ünsürlərdən təmizlənmiş, vüqar və mətanət laqeysizliyi əvəz etmiş və cəmiyyət millətə xələl gətirən tüfeyli adamlardan təmizlənmişdi. Ancaq Hişamın yaratdığı həddən artıq çətinliklər cəmaatı boğaza yığmış, onun qənaəti get-gedə xəsisliyə çevrilmiş. Bəzi çatışmayan əxlaqı və insani cəhətləri vəziyyəti daha da pisləşdirmişdi. O dar düşüncəli, öz başına çox şəkk edən və nankor adam idi. Buna görə də heç kimə etimad etmir, onun əleyhinə qurulmuş planları boşa çıxartmaq üçün hiləgər əməliyyatlar və casusluqlardan istifadə edirdi. Hər şeyə tez inandığından kiçik bir bədgümanlıq nəticəsində ölkənin seçilən şəxsiyyətlərini aradan götürürdü. Onun ifrat dərəcəsində olan bu nankorluğu şəhərin vali, hakim və başçılarının tez-tez çıxarıb dəyişdirməsi çox acı nəticələrə səbəb oldu. İmam Baqir əleyhissalam Şamda. İmam Baqir əleyhissalamın şərəfli həyatının mühüm hadisələrindən biri də o həzrətin Şama səfəridir.
İmam Baqir əleyhissalamın müasiri olmuş Hişam İbn Əbdülməlik, İmam Baqir əleyhissalamın cəmaat arasındakı məhəbbət və nüfuzundan daima qorxmuş, o həzrətin ardıcıllarının onu imam kimi tanımasını bildiyi üçün həmişə onun mənəvi nüfuzunun və eləcə də şiyələrinin artmasının qarşısını almağa çalışmışdır. İmam Baqir əleyhissalam bir dəfə öz oğlu Cəfər İbn Muhammed əleyhissalam, İmam Sadıq əleyhissalam ilə həcc ziyarətinə getdiyi il Hişam da həcc ziyarətinə gəlmişdi. Həcc mövsümü zamanı İmam Sadıq əleyhissalam bir dəstə müsəlman arasında Əhl-i Beyt əleyhissalamın fəziləti və imaməti barədə söhbət etmiş, bu söhbət dövlət məmurları tərəfindən dərhal Hişama çatdırılmışdı. İmam Baqir əleyhissalamı öz hökuməti üçün daima təhlükəli hesab edən Hişam bu söhbətdən bərk qəzəbləndi. Ancaq həcc mövsümü zamanı ona və həmçinin oğlu İmam Sadiq əleyhissalama heç bir zərər yetirmədi. Lakin paytaxtda, yəni Dəməşqə qayıtdıqdan sonra Mədinənin valisinə əmr etdi ki, İmam Baqir əleyhissalam və İmam Sadiq əleyhissalamı Dəməşqə göndərsin. İmam Baqir əleyhissalam məcbur olub əziz oğlu İmam Sadiq əleyhissalamla birgə Şama getdi. Hişam öz əzəmətini göstərmək və eləcə də öz xəyalını əsasən İmam Baqir əleyhissalamın məqamını azaltmaq üçün 3 gün o həzrətə görüş icazəsi vermədi. Bəlkə də bu 3 gün ərzində o İmam əleyhissalamla necə üz-üzə gəlmək və o həzrətin məqamını cəmaat arasında necə gözdən salmaq haqda tədbir tökürdü. Ox atma yarışı. Əgər Hişamın hökumət sarayı elm mərkəzi olsaydı, bəlkə də o seçilmiş alimləri yığıb elmi müzakirələr təşkil edərdi. Ancaq Əməvi xəlifələrinin, o cümlədən də Hişamın sarayı bu cür alimlərdən məhrum olduğundan, şair, dastan söyləyən və məddahların alimlərin yerini tutduğundan Hişam belə bir məclis təşkil etmək qərarına gəlmədi. O çox yaxşı bilirdi ki, əgər elmi müzakirə yolu ilə İmam Baqir əleyhissalamla mübarizə etsə, onun sarayındakilardan heç kəs imamın öhdəsindən gələ bilməyəcək. Buna görə də belə qərara gəldi ki, öz fikrində qələbə qazanacağını yəqin edib, başqa bir yolla mübarizə etsin. Bəli, təəccüblü də olsa Hişam ox atma yarışı təşkil edib, İmam Baqir əleyhissalamı da ora dəvət etmək qərarına gəldi. O, bu yolla İmam əleyhissalamı məğlub edib cəmaatın gözündə kiçiltmək istəyirdi. Bu məqsədlə İmam Baqir əleyhissalam hökumət sarayına daxil olmazdan qabaq, Hişam sarayın bir neçə işçisinə əmr etdi ki, nişangah qoyub ox atmaqla məşğul olsunlar. İmam Baqir əleyhissalam məclisə daxil olub bir qədər əyləşdi. Birdən Hişam üzünü İmam əleyhissalama tutub dedi, ox atma yarışında iştirak etmək istəyirsinizmi? İmam Baqir əleyhissalam buyurdu, mən artıq qocalmışam, ox atmaq vaxtım ötüb keçib, məni üzürlü sayın. Yaxşı fürsət tapıb İmam Baqir əleyhissalamı məğlubiyyətin 2 addımlığında durduğunu güman edən Hişam, israr edib ona and verdi. Eyni zamanda Bəni Üməyyə böyüklərindən birinə işarə etdi ki, öz ox kamanını İmam Baqir əleyhissalama versin. İmam əlini uzadıb kamanı tutdu, bir ox qoyub yayı dartdı. Ox düz nişangahın ortasına sancıldı. Sonra ikinci oxu qoyub atdı. Ox birinci oxun ortasına batıb onu sındıraraq hədəfə sancıldı. Üçüncü ox da ikinci oxu sındırıb nişangaha sancıldı. Beləliklə 9 ox atdı və oxların hər biri özündən qabaqki oxu sındırıb düz nişangahın ortasına sancıldı. Bu heyran edici hadisə hamını mat-məəttəl qoyub, hamını o həzrəti alqışlamağa məcbur etdi. Gümanı yanlış çıxan və planı puç olan Hişam bərk narahat olub, özündən ixtiyarsız olaraq dedi, afərin sənə ey Cəfərin atası, sən ərəb və əcəmin ox atanların ən üstünüsən, bəs deyirdin qocalmışam. Bu vaxt Hişam başını aşağı salıb bir qədər fikrə getdi. Sonra İmam Baqir əleyhissalam və oğlu İmam Sadiq əleyhissalamı öz yanında xüsusi yerdə otuzdurub onlarla çox hörmətlə davrandı. Daha sonra üzünü İmam əleyhissalama tutub soruşdu. Qureyş sənin sayəndə bütün ərəb və əcəmə ağalıq etməyə layiqdir. Belə ox atmağı kim sənə öyrətmiş və bunu nə vaxtda öyrənmisən? İmam Baqir buyurdu, özün bilirsən ki, Mədinə cəmaatı bu işə adət edib.
Mən də cavanlıqda bir müddət bu işlə məşğul olmuş, sonra isə tərk etmişəm. Bugün sən israr etdiyin üçün qəbul etdim. Hişam dedi, Cəfər, yəni İmam Sadiq əleyhissalam da ox atmaqda sənin kimi məharətlidir. İmam Baqir əleyhissalam buyurdu, bugün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi, yəni Məkkənin fəthi, İslamın mövqeyinin möhkəmlənməsi, cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və s. tamamladım. Ayəsində buyurulmuş kamil din və tamamlanmış nemət bizik. Biz Peyğəmbər ailəsi bir-birimizdən irs aparırıq və əsla yer üzü bu cür bir şəxsiyyətdən, yəni ilahi hüccətdən boş olmaz. Məsihi episkopu ilə münazirə. Hişamın sarayının İmam Baqir əleyhissalamın elmi əzəmətini nümayiş etdirmək üçün münasib yer olmadığına baxmayaraq, xoşbəxtlikdən o həzrət üçün Şam şəhərini tərk etməzdən qabaq, cəmaatın fikrini oyadıb, öz elmi məqamını onlara göstərmək üçün çox yaxşı bir fürsət düşdü. İmam Baqir əleyhissalam bu fürsətdən istifadə edib, Şam əhalisinin fikrini tamamilə dəyişdi. Hadisə belə baş vermişdi. Hişamın İmam Baqir əleyhissalama qarşı hörmətsizlik etməyə əlində bir bəhanəsi yox idi. Çarəsiz qalıb o həzrətin Mədinəyə qayıtmasına razılıq verdi. Elə ki İmam Baqir əleyhissalam öz oğlu ilə saraydan çıxdı, sarayla üzbəüz olan meydanın axırında yerə oturmuş böyük bir insan dəstəsi gördü. İmam onların nə üçün yığıldığını soruşduqda ona dedilər ki, bunlar xristiyan keşiş və rahibləridir. Öz adət-ənənələrinə uyğun olaraq ildə bir dəfə keçirilən böyük elmi məclislərinin başlanmasını, elmi çətinliklərini həll etmək məqsədi ilə böyük episkopun gəlməsini gözləyirlər. İmam Baqir əleyhissalam naməlum şəxs şəklində cəmaatın arasına girib orada iştirak etdi. Bu xəbər dərhal Hişama çatdırıldı. Hişam bir neçə nəfər təyin edib onlara tapşırdı ki, gedib yaxından o məclisdə iştirak etsinlər. Çox çəkmədi ki, həddindən artıq qocalıb əldən düşmüş episkop gəlib, çox hörmət və ədəblə məclisin yuxarı başında oturdu. Sonra cəmaatı nəzərdən keçirdi. İmam Baqir əleyhissalamın siması onu özünə cəlb etdiyi üçün üzünü İmam əleyhissalama tutub soruşdu. Biz xristiyanlardansan, yoxsa müsəlmanlardansan? İmam Baqir əleyhissalam, müsəlmanlardanam. Onların alimlərindənsən, yoxsa nadanlarından? Nadanlarından deyiləm. Əvvəl mən sual edim, yoxsa sən soruşursan? İstəyirsinizsə siz soruşun. Hansı əsasa görə siz müsəlmanlar iddia edirsiniz ki, cənnət əhli yeyib içəcək, ancaq onlardan ifrazat xaric olmayacaq? Bu məsələyə dair bu dünyada aşkar bir nümunə varmı? Bəli, bu məsələnin aşkar nümunəsi ana bətnində olan uşaqdır. O anasının qarnında qidalanır, ancaq ondan ifrazat xaric olmur. Təəccüblüdür, bəs siz dediniz ki, alimlərdən deyilsiniz. Mən belə demədim, mən dedim ki, nadanlardan deyiləm. Başqa bir sualım var, buyurun. Hansı əsasa görə deyirsiniz ki, cənnət meyvələri azalmır və nə qədər istifadə etsən, yenə də olduğu kimi qalıb əskilmir? Dünyada olan şeylərdən buna dair bir nümunə qeyd edə bilərsinizmi? Bəli, onun bu dünyada aşkar nümunəsi alovdur. Siz bir məşəlin alovundan bir neçə məşəl yandırsanız da, birinci məşəlin alovu yenə də olduğu kimi qalacaq və ondan əsla çəkilməyəcək. Episkopun və ondan əsla əskilməyəcək. Episkopun fikrinə gələn hər nə çətin sual var idisə hamısını soruşdu və hamısı haqqında qane edici cavab eşitdi. Özünü aciz görüb bərk hisləndi və dedi, cəmaat, dini məlumatı məndən çox olan bir adamı bura gətirmisiniz ki, məni rüsva edəsiniz. Müsəlmanlar bilsinlər ki, onların rəhbərləri bizdən üstün və biliklidirlər. And olsun Allaha, daha sizinlə söhbət etməyəcəm. Əgər gələn ilədək sağ qalsam, məni daha öz aranızda görməyəcəksiniz. Bunu deyib yerindən qalxaraq kənara çıxdı. Nalayiq bir töhmət. Bu hadisə qısa bir zamanda bütün Dəməşqə yayıldı. Şam ərazisində şadlıq, sevinç dalğası yarandı. Hişam İmam Baqir əleyhissalamın xristiyanlarla elmi mübarizədə qalib gəlməsindən sevinmək əvəzinə, o həzrətin mənəvi nüfuzundan daha çox qorxuya düşdü. O həzrətlə zahirdə dostluq edib ona hədiyyə çatdıraraq xəbər göndərdi ki,
elə həmin gün Dəməşqdən çıxsın. Eyni zamanda o həzrətin ona elmi mübarizədə qalib gəlməsindən hirslənib, çalışırdı ki, ona xristiyan olmaq töhmətini atmaqla onun elmi və ictimai nüfuzunu aşağı salsın. Buna görə də son dərəcə hörmətsizliklə özünün bəzi valilərinə, o cümlədən Mədinə şəhərinin valisinə yazdı. Əbu Turabın oğlu Məhəmməd ibn Əli əleyhissalam İmam Baqir öz oğlu ilə birlikdə mənim yanıma gəlmişdi. Onları Mədinəyə qaytararkən keşişlərin yanına gedib xristiyanlığı qəbul edərək Məsihilərə qoşuldular. Onların mənə olan qohumluqlarına görə bu günahlarından keçdim. Elə ki onlar sizin şəhərə çatdılar, cəmaata bildir ki, mən onlara nifrət edirəm. Ancaq Hişamın puça çevrilmiş çəyləri həqiqəti örtmək üçün bir nəticə vermədi. Əvvəllər Hişamın təbliğatına uymuş yuxarıda adını qeyd etdiyimiz şəhərin, yəni Mədinənin əhalisi, İmam Baqir əleyhissalamdan imamət sahəsinə gördüyü nişanələr nəticəsində o həzrətin həqiqi və əsl məqamından xəbərdar oldu. Beləliklə, məcburiyyət və hədə-qorxu nəticəsində başlanmış səfər axırda səmərəli və parlaq səfərlərdən birinə çevrildi. İmam Baqir və sıradan çıxmaqda olan dini mədəniyyətin təhlili. İmam Baqir əleyhissalamın bütün həyatı Əməvi sülaləsinin hökmranlıq dövrlərinə təsadüf etdiyindən, onların siyasi hoqqa və şeytani kələkbazlıqlarından tamamilə agah idi. İmam əleyhissalam yaxşı bilirdi ki, onların din və İslama heç bir etiqadı yoxdur və yalnız öz məqsədlərinə nail olmaq üçün din arxasında pərdələnirlər. Dinin rəhbərliyini üzərinə götürənlərin əksəriyyəti yaramaz, nadan adamlar idi ki, özlərini dinin nümayəndəsi kimi qələmə verirdilər. Həzrət bu məsələ ilə əlaqədar Əməvilərə mənsub tanınmış Səədül Xeyrə, yəni Səd ibn Əbdülməlik Əməvi, deyilənə görə güya imamla rabitəsi yaxşı imiş. Yazdığı geniş məktubunda din və İslamın məruz qaldığı indiki vəziyyəti keçmiş ümmətlərlə müqayisəli şəkildə irəli çəkərək buyurur. Allah Teala hər ümmətin başı üzərindən o vaxt öz asimanı kitabının sayəsini çəkdi ki, onların özləri həmin kitaba arxa çevirdilər. Düşmənlərini o vaxt onların üzərinə qaldırdı ki, özləri onlara tabi oldular. Belə ki, öz müqəddəs kitablarının zahiri kəlamını qorudular, onun qanun və hüdudlarını təhrif etdilər. Onlar ilahi hökmləri rəvayət edir, lakin onlara riayət etmirdilər. Aldanmış nadanlar isə dini ehkamların deyilməsini alqışlasalar da, həyatda onlara riayət olunmamasından təəssüflənirdilər. Agah ol ki, o vaxt Allahın müqəddəs kitablarının əsl həqiqətlərini gizlədib, onun ehkamlarını təhrif edən rahib, keşiş və onların bənzərləri bizim ümmətimizdə də peyda olublar. Belələrini yaxşı tanı ki, onlar Allahın kitabının kəlamını qoruyur, qayda qanunlarını isə təhrif edirlər. Bəni Üməyyə sülaləsinin son dövrlərini yaşamış İmam Sadiq də sonralar bu məsələyə qayıdaraq deyirdi. Onlar xalqın üzünə din və imanın təlimini açıq qoydular. Tağut və şirkin mahiyyətini onlardan gizlətdilər. İmam Baqir əleyhissalamın münazirələri. İmam Baqir əleyhissalamın imaməti dövründə Mötəzilə, Xəvaric və Mürciyə kimi siyasi və məzhəbi qurumlar fəaliyyət göstərirdilər. İmam Baqir əleyhissalam bu firqə və qurumların batıl əqidələri qarşısında yenilməz bir sədd olaraq, onların başçıları ilə apardığı münazirələrdə onların əqidə və ideologiyasını söküb dağıdır, əqidələrinin batil olduğunu aşkar dəlillərlə sübut edirdi. İndi nümunə üçün o həzrətin Xəvaric firqəsinin başçılarından olan Nafis İbn Əzrəqlə söhbətini oxucuların nəzərinə çatdırırıq. Bir gün Nafis İmam Baqir əleyhissalamın hüzuruna gəlib halal-haram barədə bir neçə məsələ soruşdu. İmam əleyhissalam onun suallarına cavab verib söhbəti əsnasında buyurdu. Bu xəvariclərə, yəni dindən çıxmışlara de ki, nə üçün Əmir əl-Muminindən ayrılmağı halal bildiniz? Halbuki o vaxtadək onunla birlikdə vuruşur, ona itaət etmək yolunda canınızı qurban verirdiniz və ona kömək etməyi Allaha yaxınlaşmaq üçün bir vasitə bilirdiniz. İmam əleyhissalam əlavə edib buyurdu. Onlar deyəcəklər ki, o Allahın dinində münsif təyin etdi. Onlara de ki, Allah öz Peyğəmbərinin şəriətində 2 yerdə 2 nəfəri mühakiməçi təyin etmişdir.
Biri ərlə arvad arasında olan ixtilaf zamanıdır ki, buyurur: Ey möminlər, əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif təyin edib onların yanına göndərin. Əgər onlar bu iki vasitəçi ər-arvadı barışdırmaq istəsə, Allah da onların köməyi olar. Həqiqətən Allah hər şeyi biləndir və hər şeydən xəbərdardır. İkincisi isə Səid İbn Məazın münsif olmasıdır. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm onu özü ilə müsəlmanlarla Bəni Qureyzə tayfası arasında təyin etdi. O da Allahın hökmü əsasında hökm verdi. İmam Baqir əleyhissalam daha sonra əlavə edib buyurdu: Bilmirsiniz ki, Həzrət Əli münsiflər seçilməsini bu şərtlə qəbul etdi ki, onlar Qur'an hökmünə əsasən hökm verib, Qur'an hökmlərindən kənara çıxmasınlar. Üstəlik Əli əleyhissalam şərt kəsdi ki, əgər münsiflər Qur'an hökmünün əksinə hökm versələr, bu hökm qəbul olunmayacaq. Cəmaat Əli əleyhissalama deyəndə ki, seçdiyin münsif sənin əleyhinə hökm verib, buyurur, mən onu yox, Allahın kitabını münsif seçmişdim. Necə olur ki, xavariclər Qur'anın münsifliyini və Qur'anın əksinə verilən hökmün qəbul olunmadığını azğınlıq sayırlar, ancaq öz bidət və böhtanlarını azğınlıq hesab etmirlər. Nafiz İbni Əzrəq bu sözləri eşitcək dedi: And olsun Allaha ki, bu sözlərini eşitmişdim, nə də fikrimə gəlmişdi. Haqq elə budur inşallah.